Bugün sizə insanların tez-tez elədiyi, amma məncə eləməməli olduğu 3 şey haqqında danışacağam. Birincisi, yerli yersiz tövsiyə verən insanlar. Məsələn, oturmusunuz və gələcək planlarınız haqqında danışırsınız. Deyirsiniz ki, mən gələcəkdə rəssam olmaq istəyirəm və qarşınızdakı insan da deyir ki, o işdə pul yoxdur, ondan uzaq dur falan filan. Səndən tövsiyə mi istədi? Niyə durduq yere tövsiyə verirsən? Yəni də. İkincisi, dərd yarışması eləyənlər. Hər hansı bir probleminiz haqqında danışırsınız və qarşınızdakı insan o nədir ki, mən daha betərini yaşamışam deyir. Hansımızın dərdi daha böyüdü yarışmasında deyilik. Hər kəsin öz dərdi özü üçün yetər qədər böyüdür. Məncə dərd yarışması eləməyə heç ehtiyac yoxdur. Üçüncüsü isə hər şeyə qarışan tiplər. Məsələn, deyirsiniz ki, mənim ən sevdiyim rəng səhra rəngidir və qarşınızdakı insan deyir ki, səhra rəngi sevmə, get qara rəngi sev. Nə əlaqə? Yəni bu mənim seçimimdir. Sən qaranı sevmək istəyirsənsə sevə bilərsən, amma mən səhranı sevirəm. Əgər sən sevmirsənsə, təbii ki, eləmək məcburiyyətində deyilsən, amma sevərək eləyən insana qarşı bu cür sözləri istifadə eləmək məncə heç də doğru deyil. Mənim düşüncələrim belə idi. Siz də öz düşüncələrinizi şərh bölməsində paylaşmağı unutmayın. Bye bye.